Bura Nərimanov parkıdır. Gördüyünüz kimi itlərdir. Bax, bütün günü yaşıllıqlarda qaçışırlar və burada da znak qoyulmayıb. Heç bir itlər qadağanıb. Znakı qoyulmayıb və 2 saatdan sonra da, 1 saatdan sonra da hava isti olduğuna görə insanlar gələcəklər. Bax, bunlar burada səhər-səhər böyük-kiçik, nə bilim, çölə gedirlər, batırırlar. 1-2 saatdan sonra da insanlar gəlib burada demək olar ki, oturub süfrə açırlar. Yemək yeyirlər, çay içirlər və bu da bax, həm də təhlükəlidir. Gedərkən hər an hücum eləyə bilər. Aidiyyatı qurumlar baxmır. Aidiyyatı qurumların baxması lazımdır. Bura bir qadağa işarəsi. Hətta mən deyərdim ki, bu cür yerlərdə itlərin gəzdirilməsi, buraxılması cərimə olunmalıdır. Çünki burada insanlar kütləvi şəkildə demək olar ki, gündüz saat 10-dan sonra axşama qədər oturub burada süfrə açırlar və qeyd elədiyim kimi çay içirlər, çörək yeyirlər və s. Uşaqlar gəzişir və bu hər an demək olar ki, bu xəstəlik mənbəyidir.